Əslində elm burada davam edəcəyimizə görə bunu yaratmamın mənası yoxdur. Mən bunu eləyəcəm. Mən bunun adına ürək derlər. Bunu. Mən sadəcə bunu rename eləyəcəm. Adını qoyacağım. Belə. 11A. Bu bizim axırıncı faylımız idi keçən dəfə. Vot. Mən sizdən istəmişdim ki, bu möhtəşəm cədvəlin içərisinə mənim üçün 1-dən 16-ya qədər vot. Rəqəmləri yazarsınız ki, onlar hərəsi bir istifadə olunsun. Amma yəni rastgele bir şəkildə bunun içərisində yer alsın. Belə bir tapşırıq var idi. Və burada bəziləri iddia edir ki, mən bunu eləmişəm. Məsəl üçün onların biri, yəni Mr. Həsənov Emin dedi ki, elədir. Ankara. Hə? Yes. Onun üçün böyle təntənəli alqışlarla onu kürsüyə davam edir, gələr dəvət edir ki, bizi feyziya beləsi öz yaşını qoyur. Onun müxtəlif üsulları ola bilər. O lazım bir lazım deyil. Görün bakın neydi? Sırası bir tane fonksiyanı götürdüm. Hansı bizim mutfak sırasında hazır kodu değil mi? Hazır bəli. Onu götürürlər. Yani burada Açıq dostuna. Bu. İndi ne? İndi numara bir dənə təyin edeyim. Daha doğrusu array'imiz olsun bir dənə. Boş bir array olsun. Sonra bu boş bir array'in içini dolduraq. Randomdan. Bu şeyler kullanırsanız sizde array yazısı yok. Numar. Bunu doldurma düşünün. Buna düştüğü o bazı şeyler. Buranın düştüğü birden 16 mühteşem. Evet, tamam. Ve Bunları burada da ben devam edeyim. Belə eləmişdim. Bir dənə save demişdim. Hatta burada bir dənə save beraber yüreğimden gizlice o orada var. Roma açısından
Bəli. Möhtəşəm. Amma orada 3 dənə 11 var. O buna görədir mənim. Çünki burada numara yazanda mənim array-imin içində 11-lər 3 dənə olmalı. 3 dənə Olsun, şərt qoşmuşdur ki, yəni almasın təkrarlar. Ərəsindən bir dənə alsın. mən taskı belə başa düşmüşdüm. Yəni 1-dən 16-ya qədər random versin və onları random table-da sellərin içinə düşsün. Yox, yəni bilirsən, İndi random funksiyasını düzəlt. Eğer olacaqdırsa, o zaman o da gayet. O zaman bizim bak 17. satır, 18. satır, 20. satıra kadar hamısını sil. 21-ci sətr. 17'den 21'e kadar. Bunların hiçbir ehemmiyeti yok. Sil. Sil. Aha, bir reklam. Ondan sonra 22. satırdan 24. satır. Yok, sadece 22 ile 24. 23 Aha, 24'te sil. 23'ten de sel arasında yazılan random yani birden olur. O tamamıyla bir netice verecek. Onun için burada da hengame yazılır. Yəni bəli, eyni şey olurdu, amma Numara yok. Sadece random müddətsədə bir olan. Eləmi? Şimdi baksaq cədvələ tamamıyla eyni qaydada bu bizə hər bir kanalın içərisində bir dənə random verecek ve orada tekrarların olması lazımdır. Mesela için 3 tane 15. Numaraya ihtiyaç yok. Tamam, bu. Onun için sanki olmaz. Mən taskı səhv başa düşmüşəm. Mən Doğru. Tamam. Onda oturursan taskı düz başa düşen kim var? Sen varsın. Gel. Bak böyle sen de çıkıyorsun. Buradan gel, buradan gel. Bu ne tanımız var? Tamam. Get lost. Danışıq da desəm daha yaxşı olar, belə həm elə rahat yazıram. Ne istiyorsun neler? Bunun içerisine her hansı bir rakam yazdığımız vaxtı o da random rakam olmalıdır. Misal üçün de tutalım ki bizim bir tane n rakamımız olsun. O da random olacaq. Yəni bu funksiya niyə lazımdır və cəmaət gəlib onu silir, istifadə eləmir? Niyə? Çünki istifadə eləməyib. İstifadə eləsəydi bomba funksiyadır. Bu bizə 1-dən 16-ya qədər rəqəm verir. Tamam? Amma ondan ibarətdir ki, biz bunu bura yazmamışdan qabaq onu bir də array-ə yazmağa çalışırıq. Amma array-də biz çalışacağıq ki, array niyə yazmağa çalışırıq? Çünki array-də yığdığımız vaxtı biz baxa bilərik ki, yeni generasiya elədiyimiz rəqəm array-də uje var və ya yox. Əgər varsa, o zaman nə ora, nə td-yə o rəqəm yazılmayacaq. Niyə? Çünki var. Mövcud olan rəqəmini biz ikinci dəfə təkrar istəmirik. Onun üçün deyirik ki, bir də random rəqəm çağır. Bir də random rəqəm çağır. Bir də random rəqəm çağır. Onun üçün ayağın kodunda yazılır ki, burada bunu təkrar elə. Nə vaxta qədər? O vaxta qədər ki, array-in içərisində buradakı yeni random elədiyimiz şey olmasın. Yəni ki, burada includes bu zəhirmar. Əgər bu burada yoxdursa, o zaman məsəl üçün buradakı əməliyyatı eləginən. Tamam? Yəni ki, kodun içərisində o rəqəmi yaz. Bunun kodunda budur. Amma bu üsul bir balaca giydirmə üsuldur. Niyə? Çünki burada while var. Okey mi? Və burada da random var. Randomda millət elə bir funksiyadır ki, onun kayfına düşsə, o bizə sonsuza dək eyni rəqəmləri verə bilər. Məsələn, istəsən, məsəl üçün, milyard dəfə 5 versin. Bu while da yetim
fırlanacaq o vaxta qədər ki, bu təzə rəqəm verdi. Bu da ilişdi, dedi ki, yox, vermirəm təzə rəqəm. Eynisini verirəm. O zaman nə olacaq? O zaman bizim algoritm gedəcək bada. Düzdürmü? Onun üçün while ən yaxşı üsul deyil. While'dan nə dedik? İstifadə etməməyə çalışır. Hə, bu üsul mümkün bir üsuldur. Bu ən, yəni ilk ağla gələn üsullardan biridir. Amma yəni ki, while'dan xoşumuza gəlmir. Onun üçün bunu istifadə eləmir. Onun bir damcı dəyişmiş variantı var. Hansını ki, Emil yazmağa çalışırdı. Hərçənd səhv başa düşmüşərdi. Biz bunu eləyə bilərik. Necə eləyə bilərik? Məsəl üçün, bizə lazımdır ki, 1-dən 16-ya qədər mənim suyum haradadır? Hə, orada qalıb. Hə. Canım. Çox sağ ol. Deməli, bizə lazımdır ki, 1-dən 16-ya qədər ədədlərin hamısı bir dəfə istifadə olunsun. Onun üçün mən neynirəm və Emil neynədir? Onun üçün mən 1-dən 16-ya kimi rəqəmləri array'in içərisinə push eləyirəm. Tamam mı? Okay? Yəni, bunun nəticəsində məndə nə alınacaq? Bunun nəticəsində məndə array yarandı. Bunun içərisində 1-dən 16-ya qədər rəqəmlər var. Özdə hərəsi bir dəfə istifadə olunur. Tamam? Amma necə istifadə olunur? Ardıcıl şəkildə. Mənə onlar ardıcıl şəkildə lazım deyil. Onun üçün mən neynirəm? Onun üçün mən TD-lərin arasına array'in burada n-dən emal elədim təsadüfi bir ədəd. Özdəki 1-dən 16-ya kimi yox. Bilirsiniz niyə? Çünki array var idi, array. Haradaydı array? Yox. Burası error verdiyinə görə. Hə. Məsəl üçün, bu niyə undefined etdi, bilirsiniz? Çünki array'in indeksləri sıfırdan başlayır. Hara qədər gedir? 15'e kimi gedir. Düzdürmü? Onun üçün mən burada deyirəm ki, mənə sıfırdan 15'e kimi. Ya da daha məntiqlisi olsun 15'e kimi yaxşı hələlik. Ədədlər lazımdır. Bunlar olur array'in indeksləri. Tamam mı? Mən buradakı array'dən 1, 2, 3, 4, 5, 6 yox idi. Təsadüfi bir ədədi dartıram, bunun içine yerləşdirirəm. Tamam? Baxırıq və görür ki, ay Allah, burada 1, 2, 3, 4, 5 tane 5 var. Niyə? Çünki bizə təsadüfi olaraq eyni indeksi 5 dəfə dartır. İndekslərdə eyni ola bilər də. Eyni olmaması üçün biz nə edirik? Əgər biz buradakı array'dən hər hansı bir rəqəmi götürmüşüksə, onu bu array'dən silək. Yəni ki, hop deyil. Hop axırıncı əlavə olanını silir. Bizə isə lazımdır ki, 5-cisini çıxartdıq, o 5-cisini orada silirik. Neyle silirdik onu? Splice ile silirdik onu. Bəli. Slice bize sok verirdi. Buradan bura kadar. Splice ise ya silmeye ya da əlavə eləməyə. Özü istənilən yerdən. Bizə nə lazımdır? Bizə lazımdır ki, n-ci elementlərdən neçə dənəsini silək? Bir dənəsini silək. Okay? Yəni ki, buradan n-ci elementi bura yerləşdirmişiksə, onu array'in içərisindən silirik. Всё. Tamam mı? Bir baxırıq. Aha. Böyle bir şey alındı. Çok güzel. Siz niye undefined? Silip diye. Aha. Sonra siləndə array'in ölçüsü ne olur? Azalır. Ama bizim random her zaman 15'e kadar bize verir. Onun için ne lazımdı? Ay sağ ol. Array'in lensi yok. Lens sonraki element. Ay yaşa, lens minus 1'e kadar bize lazımdır ki o bize həmişə şeyleri versin. Yani ki array'de neçə dənə element varsa indeksi ona uygun versin. Baxırıq.
Var mı tekrarlanan element? Var mı eksik element? Yok. Şu. Mantıkını başa düştünüz. Şu ne güzel. Bak, doyunca bak. Burada ne bir tehlike var ki bu sonsuz dövrə girer, ne bir ne bilim ne var filan feşmekan ve yani ki mantıkını başa düştük. Array'i əmələ gətiririk, onun içərisində bütün elementləri düzürük, ondan sonra buradan çıxartdıqca buradan silirik. Çok beləliklə element təkrar olunmur. Aycan. Splice MV yazsa o şeyde 5. indeks istifadə olundu, onu sildi. 5. indeks istifadə olunursa 5'ten itibaren bir tane elementi silirik. Şey, o demek. Bilirsen mi neler geçer? Bilsen yüreğimden gizlice. Bilemezsen mümkün değil. Hiç özüm de bilmem. Ha. Yüreğimizden geçen şeyler, millet, yuxuda gördüğümüz şeyler. Səhər oyananda yuxumuzu hatırlamırıq belə. Bəli. En uzun yuxu bilirsiniz ne kadar devam ediyor? Zırt 10 dəqiqə. 4 saniyede. 0,8 saniye. Yılmaz baxmışım dedim. Ay sağ ol, bəli, baxmısan. Yəni sən 15 serial yuxuda görə bilərsən, amma reallıqda o davam eləyir 0,8 saniye. Bəli. Onun üçün gör bax biz gece boyunca neçə dənə yuxu görürük və ondan sonra səhər onların neçəsini hatırlaya bilirik. Bax o ürəyimizdən keçənlərdir. Onun üçün heç birə də bilməzsən ki, orada ürəkdə sən nəyin var, nəyin yoxdur, boynu alırsan, boynu almırsan. Ha, bunu biz nə üçün eləmişdik? Nəyimizə lazımdır? Cədvəl hansının ki, içərisində rastgele ədədlər var. Mən istəyirəm ki, biz sizinlə balaca yüngülvari bir oyun yazaq. Bəli. Oyunumuz nədən ibarət olacaq? Mən istəyirəm ki, hər hansı bir xananın üstünə bastığımız zaman o xana bozarsın. Yəni background olsun boz, yazı olsun biraz bozan belə. İstəyirəm. Hər hansı bir xananın üstünə bastığımız zaman o xana bozarsın. Yəni rəngi dəyişsin məsəl üçün. Bəli. O necə eləmə var? Hamısı yok. Bir dənə xananın üstünə bastığın zaman həmin o xana bozarsın. Random yok. Sen hər hansı bir xananın üstünə bastığın zaman o xana bozarsın. Bəli. Biz basanda o xana bozarsın. Qarışıq deyil. Hansı xananın üstünə basırsansa o xana bozarır. Verin. Buyurun. Yazıp on click style background gray. Möhtəşəm, super ama yani biz bura inline JavaScript yazmırdıq. Biz bura funksiya yazırdıq adətən. Məsəl üçün tutalım ki, atıram. Nə olsun funksiyanın adı? Pro olsun. Ne iş ol bilmirəm ama filan. Вот. Ve yani aydın meseledir ki bizim burada show adlı fonksiyamız olmalı. Tamam mı? Yes. İndi düz yazı var, hiç ne demirəm. Yani necə qoyulmuşdursa, adınızı siz deyin. Məqsəd necə qoyulmuşdursa o məqsədə çatır. Tak. İndi baxırıq bizim kodumuza. Ne yaranır? Biz ora ne bileyim show yazandan. Böyle bir şey yaranır bakın. Ne görürük burada? Görürük ki bütün TD'lerde on klikte aynı funksiya çağrılır milyon defa. Bu da show. Biz de hatırlayırıq ki bizim yadımızdadır bir de bəli, kalkulator yazdığımız vaxtı demişdik ki eğer aynı funksiya bir neçə yerdən çağrılırsa ona mütləq şəkildə argument verirlər. Ne üçün? Ki biz bilək ki o show gözəldir, xoşdur. Biz hansı TD-yə baxmışıq ki o ne bileyim ne olsun. Düzdür mü? Ha. Bunun için bura her bir funksiyaya müəyyən bir argument verilməli.
Hansı ki o TD ilə bir şəkildə uzlaşsın. İndi burada millət, bunu yadınızda saxlayın. Əgər ki, bizim cədvəlimizdə və bizim hər hansı bir məsələ olduğu zaman da identifikator verilməlidirsə, biz məsələn də tutalım ki, iki dənə xananı və iki dənə elementi bir-biri ilə necəsə müqayisə eləmək niyyətindəyiksə, bir neçəsini, o zaman bunlara biz hər bir TD-nin əslində bizdə I və J koordinatları vardır, bizi sətir sütun və onlar unikaldır. Tamam? Əgər müqayisə gedəcəksə, o zaman biz buraya iki dənə argument veririk, I və J. Tamam? Mütləqdir. Yox, əgər bizdə müqayisə getmirsə, söhbət ondan gedir ki, məsəl üçün, hansı xanaya basmışıqsa, məhz o xana nəsə bir şey olur. Yəni, orada müqayisə yoxdur. Bir dənə xana ilə söhbət gedirsə, o zaman biz bunun içərisində biz nə yaza bilərik argument olaraq? This. This nədir? Yəni ki, bura hər hansı bir x olaraq, yəni ki, this nədir? Gəlin baxaq this nədir? Bunun üçün onu mən funksiyanın içərisində sadəcə və sadəcə konsol loqa çıxardıram. Baxaq görək ki, this nədir? Məsəl üçün 14-cü xananın üstünə basıram, bir də bunun üstünə. Nədir this? Həmin bastığım xananın obyekti, HTML obyekti. Yəni, onun TD-si. Tamam mı? Mən nə etməliyəm bu TD-ni? Onun background-unu bozartmalıyam, düzdürmü? Var məndə X, UJ. Yəni ki, bu X akazmiçka TD idi. Yəni ki, cell da deyə bilərik buna. Ya da TD də deyə bilərik, fərqi yoxdur. Dəyişən olaraq. Okay? Mən həmin o TD-nin hansının ki üstünə basmışam, onun stylında background-unu eləmək istəyirəm, məsəl üçün boz. Baxırıq. Okay mi? Sualı olan var mı? Yok. Yoksa. Her şey aydındırsa problem yoktur. Bu güzeldir. Yazılar da bozardım. Böyle olsun. Tamam. Silver olmasın. Olsun mesela. Böyle açık olsun. Evet. Okay. Bezerse oyun neden ibaret olacak? Oyun ondan ibaret olacak ki mənə lazımdır ki mən bu rəqəmləri sırayla açayım. 1, sonra 2, sonra 3, sonra 4, sonra 5. Mesela üçün 9'a basan açılmasın. 15'e basam açılmasın. 5'ten sonra 6 olmalıdır. 6'dan sonra 8 açılmasın. 7 olmalıdır. Sonra 8 falan feşməkən. Yəni ardıcıl bir şekilde düğmelere basılsın. Kanallara basılsın. Tamam? Değişenim olacak. Başta o neçə var olmalıdır. Bir var olmalıdır. Ve TD'ye bastığım zaman funksiya işləmir. Bax, orada mən yoxlamalıyam ki, bastığımız xananın sırası düzdür ya yox. O hardan biləcəyik? Xananın içərisində rəqəm yazılır. Bizim sıra nömrəmiz var. Əgər xananın içərisindəki rəqəmlə sıra nömrəsi 1'dirsə, deməli düzdür, deməli onu bozartmaq olar. Əgər bəli düz deyilsə, o zaman səhvdir və heç bir şey eləməyə ehtiyac yoxdur. Tamamilə doğrudur. Və onu nə ilə yazırsınız, yazın. İstəyirsən Turner ilə, istəyirsən Merner ilə. Yəni, o necə deyirlər, maraqlı deyil. Maraqlı olması üçün bunu
vaxta bağlamaq lazım. Ki məsəl üçün 10 saniyə ərzində açdın, açmadın, uduzdun. Onun üçün gəlin biz bura, bir dənə bura, bir dənə bura. Bura yazıram. H1 text align center. Bəli. Bura mən istəyirəm ki, mən burada bir dənə sayğacım olsun. Ondan başlayıb, məsəl üçün, geri saysın. İstəyirəm. İstəyirəm. Bilirsən mi, nələr keçər ürəyimdən gizlicə, təbəssümün incə baxışından süzülüncə. Hə, bunun azalması üçün özdə hər saniyədə bir azalması üçün nə demək lazımdır? Yəni ki, burası dəyişəcək. Əgər orası dəyişəcəksə, o zaman bizim dəyişənə ehtiyacımız var. Dəyişənlə də olsun, məsəl üçün, second. Başda olacaq 10. Və bu, hər saniyədə bir azalacaq. Saniyədə bir. Hər hansı bir əməliyyatın görülməsi üçün bizə nə lazımdır? Saniyədə bir. Hər hansı bir əməliyyatın təkrar olması üçün nə etmək lazımdır? Set interval lazımdır bizə. Tamamilə doğrudur. Buraya yazıram, məsəl üçün, set interval. Set interval nə edəcək? Hər bir saniyədə bir nəsə eləyəcək? Nə eləyəcək? Məsəl üçün, count down funksiyasını çalışdıracaq. Tamam? Və ya, məsələn, adını qoya bilərik, məsələn, timer. Yox, timer, yox, clock. Olsun. Okey. Bura bir daha hərçənd o clock deyil qətiyyən, o counter'dır, neysə. Counter olsun. Ama countdown'du da. Tamam. Olsun clock, cəhənnəm. Baxsın. Hə, function, clock olsun bizdə. Bu function nə edəcək? Second'ımızı azaldacaq. Sonra nə edəcək? H1'in içərisinə onu şamil eləyəcək. Yəni ki, bura, məsəl üçün, tutalım ki, deyirəm ki, H1 olsun. Dokumentin query selector nə? H1. Вот. И burada yazırıq ki H1'in n-ləri işləməlinə biz second'ı əlavə eləmək istəyirik. Tamam? Beləliklə gördüyünüz kimi, yəni ki bizim yuxarıda saatımız gül kimi işləyir. Düzdürmü? Amma saat minusa getməməlidir. Getməməsi üçün nə etmək lazımdır? Nə? Əgər ki bizim hardasa plus, minus və digər şeylər varsa, məsəl üçün plus burada var. Məsəl üçün minus burada var. Mütləq şəkildə yanında bir dənə if olmalıdır. Mütləq şəkildə. Buraya yazırıq, əgər, bu arada bunu belə də yaza bilərdik. Fərqi yoxdur. Eyni qaydada bu işləyəcək. Tamam mı? Əgər
bizim saniyemiz sıfırın altına düşübsə və ya bərabərdırsə, fərqi yoxdur. Yəni sıfırdırsa, vaxt qutarıb demək. Vaxt qutaranda nə etmək lazımdır? Aha, birincisi bizim buradaki set intervalı clear eləmək lazımdır. Onun üçün belə bir şey yaza bilərik. Və burada da yaza bilərik ki, əgər vaxt qutarıbsa, birinci növbədə clear interval eləyirik. İkincisi no. Yazmalıyıq ki, qaqa o düzdür. Tamam mı? Onun üçün mən burada bunu yazmaq üçün bir dənə də game over funksiyasını çağıracağım. Tamam mı? Game over funksiyamız neyləsin? Bura bir dənə məsəl üçün function game over olsun. Məsəl üçün alert çıxartsın ki, məsələn uduzdun. Belə. Yəni bu məsəl üçün azala gedir. 2-dən niyə elədik? Niyə elədik 2-də bunu? Bu 2-dən niyə elədik? Yox. Second sıfırdır. Gəlin belə eləyək. Ya, bu başqa məsələ. Bu başqa məsələ. O zaman gəlin nə qayırıq? Bunu beləncə eləyək. Bura second yazım. Burada isə onu azaldım. Tak. Baxaq görək. Başladı 9 falan filan sırt saymağa və yəni minus daha önəmli deyil. Aha. Deməli bir daha yoxlayırıq. 9, 8, nə bilim 7 falan filan sırt. Yox, olmadı ki. Yenə eyni şeylərdir ki. Bunu aşağı niyə saldım? Bu burada bunu yazmalıdır, ondan sonra yoxlamalı. Bir dənə də yoxla. Neyse. Bu bundan tez zad eləyir, amma yəni sıfırda şey eləyir, o yaxşı məsələdir. Tak, deməli. Yox. Deməli. Bilirsənmi nələr keçər? Mənimsəli sonra yazır. Yox, əvvəlcə azaldır, ondan sonra götürür. Onu sonra şey eləyək. Tak. Dayandırmaqdan dayandırır, düzdürmü? Əla. Tamam. Bəs yaxşı. Biz məsələn tutalım ki, zad eləməmiş tutalım. Bunların hamısını açsaq. 7, 8, 9, haradadır? 10, 11, 12, 13, 14, 15, 16. Nə oldu bəs? İşləmədi bu. Tak, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Amma yenə də yazır uduzdur. Niyə? Çünki udun məsələsi yoxdur bizdə. Düzdürmü? Bax, onun üçün bax nə demişdim? Burada da plus varsa, o zaman burada da if olmalıdır haralardasın. Məsəl üçün burada da if yazmalıyıq ki, əgər
order neçədirsə, hamısını 16-dan böyükdürsə, o zaman nə etməlidir? Yenə oyun bitməlidir. Amma bu sefer başka bir nəticə ilə. Və burada şey var, yəni nəticə değişə bilər. Ya udun ola bilər, ya uduzgun ola bilər. Düzdürmü? Aha. Hər iki halda timer dayanmalıdır. Timer əgər oyun bitəndə dayanmalıdırsa, o zaman onu bunun içərisinə sala bilərik. Okey mi? Aha. Və eğer burası değişecekse, ama neden asıl olarak değişecekse, burada udun da olabilir, uduzgun da olabilir. Ya bu olacak, ya bu olacak. Neden asıl olarak? Bakın, burada da game over var, burada da game over var. Eğer eyni funksiya bir neçə yerdən çağrılırsa deməli, ona argument vermək lazımdır. Məsəl üçün result argument. Okey mi? Burası mənfi argumentdir, yani ki false. Burası doğru argumentdir, müsbət argumentdir, yani ki true. Tamam mı? Ve burada da deyə bilərik ki, eğer bizim resultımız müsbətdirsə, o zaman yazsın ki udun. Mənfidirsə yazsın ki uduzun. Tamam? Böylelikle bir eyni funksiyayla, yani oyun bitir. Ama farklı neticelerden bitebilir. Udulabilirse udabilirsin. Okey mi? Ama her iki halda timer dayanacak ve alert verilecek. Bakalım. Baktık. Tamam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Nedir? Udun. Hele 2 saniyemizde kalır. Tamam mı? Yok eğer biz aheste iş görseydik. 3 oradadır, buradadır. Ondan sonra ne bileyim 4, ondan sonra 5, 6, 7, 8, 9. O zaman diyecek ki uduzdun. Vaxt bitti. Tamam. Ama bir tane mesele var. Bir tane de böylece bir bakkalık bizim oyunumuzda. Ben buraya okey'e bastıktan sonra oynamaya devam edebilirim. Değil mi? Onda diyecek ki udun. Niye? Çünkü bug'dır. Elə eləmək lazımdır ki, o oyun oynamağı devam eləməsin. Eləməsin. Order'ı sıfırlayabilir. Benim oradan sonra. Güzel. Order'ı sıfırlayabiliriz. Eğer order sıfırdırsa bizim buradaki hiçbir kanada sıfır olmadığına göre bu artık oynamayacak. Tamam? Yani ki order'ı da sıfırlayabiliriz. Bu arada bunu biz mesela için de H1'in inner HTML'ine de şeyleyebiliriz, şamil eləyebiliriz ki bizim orada ne vaxt problemi olsun, ne bir şey problemi olsun. Gül kimi, benim zaratkam öldü. Vot. Beləliklə bu oyunu da saat neçədir ki? Yok. Deyir ki, ucu vaxt tarifdə 20-30'dur. Tamam. Bunu mən sizə göndərirəm. Zat neydi? Ne diyecektim? Ev tapşırığı. Ev tapşırığınız ne olsun? Siz bilmirsiniz. Diyeceğim size az sonra. Ne? Yanlış kriterler bazen onları var aslında. Yanlış kriterleri Başa düşün. Yok. Onu da eləyə bilərsiniz, o artıq haptuyu. Mənim üçün o lazım deyil. Mənə lazımdır nə? Mənə lazımdır ki Mənə lazımdır ki
Game over olduğu zaman onu H1'in inner temeline yok. Böyle bir şey eləsin. 1. Bütün xanaları məsəl üçün eləsin qara. Tamam? Вот. Ve burada yazsın. Bu formada Beləncə. Okey mi? Sizdən belə bir şey istəyirəm. Tak, bunu bulladıram. Sizə göndərirəm. Bunu da sizə göndərirəm. Ciao. Bugünlük bu kadar. Sağ olun. Gelen görüşlere dek selamatlar. Sağ olun müəllim.